Salam əziz izləyicilərim, bugün sizlərlə tez hazırlayan bir yemək hazır edəcəm. Bizim uşaqların ən çox sevdiyidir. Birinci göyərtilərimizi yuyub və yaxşıca təmizləyəndən sonra göyərtimizi doğrayacağıq. Bu arada ben bütün göyərtilərdən istifadə etmişəm ki, içi çox dadlı olsun. Artıq göyərtilərimiz hazırdır, doğradıq. İçərisinə şorumuzu əlavə edəcəyik. Üzerine tuz əlavə edəcəyik. Tuzu zövqünüzə görə artıra da bilərsiniz. Mən çay qaşığı tökdüm. Yaxşıca qarışdıracağıq. Tam bir-birlərinə canına keçsin. Artıq mən qarışdırdım tam. Gördüyünüz kimi bu formadadır. Qoyuruq qırağa. Hazır lavaşımızı açıb içərisinə bu içlikdən töküb lavaşlarımızı hazır edirik. Bu formada büküb yağda qızardacağıq. Yenə bu birisləri də eyni qayda ilə hazır edəcəyik. Hər birini bükdüm. İndi keçirik qızartmağa. Artıq hazırdır xanımlar, gördüyünüz kimi alt hissəsinə salfetka sərmişəm ki, orada artıq olan yağları canına çəksin. Bu formada hazırlayan hər kəsə nuş olsun. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı və zınqrov işarəsi basmağı unutmayın. Hələlik.